Hər birinizə xoş gördük. Bu gün sizə yatırımsız dollar qazandıran yeni bir saytı tanıtmaq istəyirəm. Kimlər ki bilmir, dostlar, ətraflı qazanc barədə sizə məlumat verəcəm. Bu sayt barədə bütün suallarınızı cavablandıracağam və bu saytı geniş sizə izah edəcəm ki, illərin saytıdır və illərlə də davam eləyir və bunu belə deyim, izah etməyinə dəyən bir saytdır. Yəni tam yatırımsızdır, heç bir belə deyim, yatırım etmirsiniz və bundan istifadə eləyərək Wi-Fi-nızdan belə deyim, istifadə edərkən bu saytda sizə qazandıracaq dostlar. Keçək videonun qeydiyyat bölümünə və onu sizə izah edim, sonra gələk bura. Baxaq. Dostlar, deməli açıqlamalar və şərhlər bölməsində link qoyacağım, qeydiyyat linki. Oradan bura daxil olub gələ bilərsiniz. Linki vurduqda burada bunu vurursunuz qeydiyyat üçün və belə deyim, səhifə açılır və bizi burada görək nə qarşılayır. Burada referal linkim olacaq dostlar. Deməli, göründüyü kimi referal kodum olacaq və bu koddan 3 dollar bonus əldə edirsiniz. Burada e-mail yazırsınız və kod təyin edirsiniz özünüzdən və OK düyməsini vurub qeydiyyat olub rahat istifadə edə bilərsiniz. Google-unuz varsa Google-dan da belə deyim seçə bilərsiniz. Google-dan Gmail-inizi seçib OK edirsiniz və salam və buradan ən rahatı isə e-mail və kod yazıb qeydiyyat olmaqdır. Bu qədər sadə dostlar. Keçək indi saytdan izah verim sizə. Sayt tam olaraq belə deyim, yatırımsız qazandırır və bu tətbiqdir. Bunu Play Marketdən də yükləyə bilərsiniz tətbiqini. Rahat istifadə üçün dostlar 2 dənə qazanc növü var burada. Burada dediyim kimi Wi-Fi-dən qazancdır. Bir Honeygain özüdür, bir də Jamtask kimi qazana bilərsiniz. Honeygain Wallet nədir? Gəlirik bura, bunu sizə izah edim. Bunu seçsəz əgər dostlar, burada bunu düyməni bura aparırsınız. Bunu seçsəz əgər Honeygain kimi minimum 20 dollar olanda qazanc əldə edə bilirsiniz. Çıxarış edirsiniz 20 dollar olanda belə deyək, burada bu aktivləşir və çıxarış edirsiniz PayPal-a. PayPal-dan da belə deyim, Neobank kartınızı bağlayıb oradan da çıxarış edə bilərsiniz rahat bank kartınıza. Və yaxud da dostlar, siz deyirsiniz ki, mən günlük qazanmaq istəyirəm. Yəni günlük nə qazanaramsa onu əldə edeyim, onu görüm. Onda gəlirsiniz, dediyim kimi bu Jamtask'ı yandırırsınız buradan, aktiv edirsiniz və belə deyim, gəlirik bura. Burada qazanc əldə edirsiniz dostlar və qazancınızı da dostlar burada görə bilərsiniz. Burada dostlar bir neçə dənə missiyalar var. Referal linkinizi paylaşırsınız və sizə qoşulurlar və yaxud da ki dostlarınız, belə deyim, referallarınız missiyalar keçdikcə sizə də qazanc əldə olunur. Burada referallarınızı dostlar görə bilərsiniz, onların qazancını görə bilərsiniz. Burada referal linkiniz olur, onu paylaşıb qazana bilərsiniz dostlar. Hər referaldan sizə 3 dollar belə deyim, referal kodunuzdan registrasiya olanda 3 dollar bonus gelir ona. 5 dollarsa sizə gəlir o çıxarış eləyəndə. 20 dollar əgər o çıxarış eləyirsə, belə deyim, sizə 5 dollar 25% qazanc gəlir dostlar. Sonra burada günlük qazancınızı görə bilərsiniz dostlar. Burada 24 saatdan bir qab var, onu açırsınız və bal orada daşır və onu açırsınız və sizə günlük qazancınızı göstərir dostlar. Burada da dediyim kimi missiyalardır. Referal linkinizi paylaşaraq dostlar sizə qoşulduqsa bu missiyalarda keçirsiniz və buradan qazanc əldə eləyə bilirsiniz dostlar. Əsas bunlardır. Burada da ümumi qazanclardır dostlar. Deyirsiniz ki, mən çox qazanmışam. Yəni bir müddət 1 il bu istifadə eləyə bilmədim bu proqramı mən. Vaxtım olmadı, baxmadım deyək. Və bu yığdıqlarım hamısı kreditləşdi, daşdaşdı yəni. Və belə deyim, walletə gəlmədi, göndərilmədi. Tətbiqə girmədim deyə göndərmədilər. Və burada da baxmalısınız ki, bu aktiv olsun. Siz Wi-Fi-da olanda, yəni siz belə deyim, coinləri qazana biləsiniz yəni. Belə başqa nəyi sizə izah edim. Jamtask dashboard nə deməkdir? Sizin yığdığınız coinlər, belə deyim, Jamtask walletə yığılır. Gəlin sizə bizə izah edeyim. Bu iki deməli proqramı yükləyə bilirsiniz özünüzdə. Honeygain və Jamtask Wallet. Deməli linklərin aşağısında, referal linklərinin aşağısında
Camtask Wallet'ində referral link olacaq. Onu da yükləyib dostlar qazana bilərsiniz. Yəni buradakı yığılan coinlər bura gəlir, yığılır və oradan çıxarış eləyirsiniz. Camtask kimi çıxartsaz əgər. Girək bura dostlar. Burada belə deyim, yəni coinləri yığırsınız, belə deyim, qazanırsınız, gəlir düşür burada, qazancınız burada olur dostlar. 72 saat ərzində çıxarış gəlir köçürüb alansa. Burada dostlar missiyalar keçirsiniz, yəni bunları da eləyə bilərsiniz, belə deyim. Göründüyü kimi baxın burada günlük sizə bonuslar verir, onu alırsınız və burada reklamlara baxaraq da qazana bilərsiniz. Beləncə yəni bunları göstərir ki, missiyalarda keçərək qazana bilərsiniz. Baxın mən günlüyə aldım, mənə verdi bunu. Buradan çıxıram və növbəti gün yenə də gələcək. Burada deyir məsələn Binance yüklə, nəmin tapşırıqları elə $6 qazan. Sonra nə bilim bunları watch, yəni YouTube'da videoya baxırsan müəyyən qədər bu qədər verir sənə. Sonra burada tapşırıq eləyirsən sənə hədiyyə gəlir. Burada oyuna edirsən məsəl üçün $19 yaxın pul verir. Yəni müəyyən missiyalar keçməlisiniz. Baxın burada məşhur oyunlardır. Hamısı da yəni az pul deyil də, $30 yaxın pul verir. Burada $20 yaxın verir. Burada nə qədər verir? Poker oynayanların həvəsidir. $35-dan yuxarı verir. Yəni hər cürə oyunlar var dostlar. Burada reklama baxaraq qazana bilərsiniz. Burada kimisə referalı ola bilərsiniz. Yəni fərqlidir. Nəysə bunu çox baxmayaq. Burada bildinizdə oyunları oynayaraq da qazana bilərsiniz. Həmin Camtask Wallet'ə gəlir yığılır. Burada profil şəklinə vurursunuz dostlar. Burada deməli protokolunuz olur. Həmin bu belə deyim bunu kopyalayırsınız. Belə deyim, gəlirik. Bu coinləriniz deməli burada deməli tətbiqdə yığılan coinləriniz deməli Camtask Wallet'ə gəlməsi üçün dostlar həmin o protokolu kopyalayıb gəlirsiniz bura 3 xətə. 3 xətə gəldikdən sonra burada edit profil var. Edit profilə vurursunuz dostlar. Sizi brauzerə yönləndirir. Yəni brauzerdə açırsınız onu və protokolu orada yerləşdirirsiniz. Yəni çıxarış yerinə yerləşdirirsiniz və belə deyim təsdiqləyirsiniz onu. Yəni onunla da bitir. Yəni belə deyim Camtask Wallet'in özündə dostlar 3 cür bağlamaq olur. Bir belə deyim Trust Wallet'a bağlaya bilirsiniz. Binance Web3'ə bağlaya bilərsiniz. Binance'da Web3 cüzdanı var. Ora bağlaya bilərsiniz. Bir də ki belə deyək MetaMask'a bağlaya bilərsiniz dostlar. Həmin onların belə deyim. Məndə Trust Wallet'ın cüzdanın linkidir. Və burada da çıxarışlarımdır. Çıxarış eləmək üçün bura vurursan dostlar 72 saat ərzində pul belə deyim gəlir. Hansı cüzdanda çıxarış eləmişsinizsə ora. Məsəl üçün mən Trust Wallet'a çıxarış eləmişəm. Oradan swap eləyəcəm BNB-yə zada və yaxud da dollara swap eləyib göndərəcəm. Və yaxud da ki elə Binance Web3-ün cüzdanını bağlaya bilərsiniz bura. O da lap yaxşı yəni. O da rahat olur. Birbaşa Binance-a çıxarış eləmiş olursunuz. Burada Payot çıxarışı vuranda dostlar 2 cürə çıxarış eləyə bilirsiniz. Burada göstərir də sizə ki, bunun kimi çıxartsaz nə qədər, bunun kimi çıxartsaz feyi nə qədər tutacaq. Yəni BNB protokolu ilə çıxartsaz biraz çox tutur. Bu ilə Celo ilə çıxartsaz biraz az tutur. Yəni komissiyanı. Amma ən çox bundan çıxardırlar. BNB protokolu ilə çıxardırlar. Belə dostlar, çox gözəl bir tətbiqdir. Yəni illərin tətbiqidir bu belə deyim. İllərlə işləyən proqramdır. Yatırımsızdır, sizdən heç nə getmir. Bu iki tətbiqi yükləyib dediyim kimi qazana bilərsiniz. Çox gözəl belə deyim tətbiqdir. Yəni sizdən heç nə getmir. Bunlardan qazanın, əldə eləyin. Uğurlar hamıya. Dediyim kimi başqa videolarda çəkəcəm. Bunlarla da məşğul olacağıq. Yatırımsızlarla. Bu da Bitcoin qazandırır. Yəni tətbiq çoxdur burada. Hamısını danışmaq istəmirəm. Videomuz da daha çox uzun oldu.
Videoya belə deyim, proqram yatırımsız olduğu üçün biraz daha uzun çəkdim. Uğurlar hamıya. İnşallah ki videoya çoxlu like gələr. Videonu like edin, kanala abunə olun. Sağ olun.